Son bir savaşımız qalıb, o da 19 aprel. 19 apreldə imtahan verəcək məzunlar və Naxçıvanlılar üçün belə bir buraxılışa düşüləcək sualın izahına baxaq. Bizə deyir ki, kök altda 23-4 ifadəsinin kəsr hissəsi ilə tərsinin hasilini tapın. Biz burada nəyi bilməliyik? İfadə nədən ibarətdir, kəsr hissə necə tapılır? Bilirik ki, ədədimiz tam hissə ilə kəsr hissənin cəmindən ibarətdir. O zaman biz kəsr hissəni necə taparıq? Ədəddən çıxarıq tam hissəni. İndi gəlin görə bu ədədimizin tam hissəsi var, yoxsa yox. Kök altda 23-4. Kök altda 23 özü nəyə bərabərdir təqribən? Bunu necə tapırıq? 23-dən əvvəlki kök ala biləcəyimiz ədəd, yəni kök altda 16 və sonraki kök ala biləcəyimiz ədəd 25. Bunlar neçəyə bərabərdir? 4 və 5-ə. Deməli, kök altda 23 4 ilə 5 arasında qiymət alır. Məsələn, 4,2. Bundan 4 çıxdıqda nə qalır? Elə 0,2. Deməli, ədədimizin tam hissəsi yoxdur. Bu ədəd özü elə sadəcə kəsr hissədən ibarətdir. Bunu bildikdən sonra nə edirik? Bizə də zaten deyir ki, ədədin kəsr hissəsi ilə tərsinin hasilində. Kəsr hissə oldu kök altda 23 minus 4. Bəs yaxşı, tərsi nə deməkdir? Tərsi də bilirik ki, ədədin tərsi 1 bölünsün A formasındadır. 1 bölünsün kök altda 23 minus 4. Bunlar da İxtisar gedəcək, yerdə ilə qalacaq 1. İmtahanda hər kəsə uğurlar, növbəti sualların izahları üçün və imtahanın izahı üçün səhifəmizi izləyə bilərsiniz.